Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi zəfər regionda 10 illiklər boy davam edən münaqişəyə son qoyaraq sülh dövrünün əsasını qoydu. Bu qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin və ədalətin zəfəri kimi dünya tarixinə düşdü. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycanın bu nailiyyətini ali mükafatla təltif etməsi, Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə qəbul edildiyinin bariz göstəricisidir. Mükafat İlham Əliyevə Qafqazda 10 illiklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasına görə verilib. Bu tarixi hadisə Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə təsdiqi hesab oluna bilər. 4 fevral 2026-cı il tarixində Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan təntənəli mərasimdə Zayed İnsan Qardaşlığı mükafatı Prezident İlham Əliyevə təqdim olundu. Qeyd edək ki, bu tarix həm də beynəlxalq insan qardaşlığı günü kimi qeyd olunur və mükafatın həmin gündə dövlət başçımıza təqdim olunması olduqca qürurvericidir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, nümunəmiz hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzun müddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür, deyə dövlət başçısı əlavə etdi. Son 6 ayın münasibətlərimizin inkişafı üçün çox vacib olduğunu vurğulayan İlham Əliyev bildirdi ki, biz nəinki Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırdıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, bu 6 ay ərzində əməkdaşlığa başladıq. İndi ticarət əlaqələrimizi artırırıq. Sülh prosesi çərçivəsində atdığı konstruktiv addımlarla kommunikasiya əlaqələrinə əlavə töhfələr verən Azərbaycanın keçən il Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, eyni zamanda ölkəmizdən neft məhsullarının tədarükünə başlanması, həmçinin iki ölkənin vətəndaş cəmiyyətlərinin İrəvan və Bakıya qarşılıqlı səfərləri kimi çoxsaylı nümunələr sülh istiqamətində atılan praktiki addımlardır. Prezident İlham Əliyevin müharibəyə yaxınlaşan ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsi, yəni bütün fəaliyyəti ilə dünyada sülhə xidmət etməsi beynəlxalq aləm tərəfindən də dəyərləndirilir. Məhz bu və digər xoşməramlı xidmətlərinə görədir ki, dövlətimizin başçısına yüksək ehtiram göstərilir. Bu baxımdan dövlətimizin başçısının insan qardaşlığı mükafatına layiq görülməsi Azərbaycanın son illərdə yürütdüyü aktiv sülh diplomatiyasının və regionda yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə ali təsdiqidir. Bu təkcə bir təltif deyil, Azərbaycan dövlətinin sülh modelinin dünya tərəfindən qəbul edilməsidir.